əxlaqın gözəldirsə, o 1000 dənə də kişi olsa onun səndə dəyişə bilməz. Gözəl. Əgər əxlaqın gözəldirsə. Yox, mənim əgər əxlaqımda problem varsa, onu qadın içində də mən onu pisləyə bilərəm. Özümü, kənara ata bilərəm. Amma mənim əxlaqım gözəldirsə, 1000 kişinin içindən baş çıxardaram. 1000 kişinin içindən də kişi qızı kimi çıxaram. Bəli, baş çıxardaram. Alqışlar o zaman. Bəli, çıxardaram. Niyə çıxartmayım? Mənim özümə güvənim yoxdur. Mənim özümə özgüvənim, inanın ki, o qədər qat-qat böyükdür ki, söhbət ondan getmir. Söhbət ondan gedir ki, mən özümə məclisə girəndə özümə 2-3 kəlmə söz deyirəm. Bizə də deyin, də o ki. Yox, o mənim sirrimdir. Mən məsəl üçün məclisə girəndə istər qadın məclisi olsun, istər kişi məclisi olsun, fərqi yoxdur. O özümə heç mənim işçilərim belə bilmir ki, mən özümə həmin vaxtı nə deyirəm. Bəs sırf kişi məclisinə qatılarsınız? Olmuşam. Bəli, olmuşam. Və yenə qeyd etdiyim kimi. Yaşamamısınız? Xeyr, çox da yaxşı hörmət qoyurlar. Çox da yaxşı, belə deyim. Yəni, nəfəs kişi məclislərinə gedir? Gedirəm. Gedirəm, amma belə deyim, onu artıq məkanına uyğun seçirəm. Bəli, çünki elə yer var ki, belə deyim də, orada mən xanım olaraq görsənməm yaxşı deyil. Bəli. Amma elə yerdə var ki, bizim məşhur restoranlarımız, bizim məşhur restoranlarımızın zalları var ki, orada, niyə də olmasın, o kişi də özünə hörmət qoyandı. Belə pis çıxmasın. O kişi də özünə... Sadəcə yalnız kişilərin gözünün baxması...